Amerika Birləşmiş Ştatları Kuba prezidenti Miguel Diaz-Canel də daxil olmaqla 5 nəfərə sanksiya tətbiq edib. Az-24 xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiya siyahısına Kuba prezidenti Miguel Diaz-Canel, onun həyat yoldaşı və ögey oğlu. Eləcə də Kubanın sabiq prezidenti Raul Castro'nun ailə üzvlərindən Alejandro Castro Espin və Raul Castro Calis daxil edilib. Beləliklə, ümumilikdə 5 şəxs sanksiya siyahısına salınıb. Eyni zamanda Kuba Müdafiə Nazirliyi, Xalqlarla Dostluq İnstitutu, Amistur Kuba və İnqilabın Müdafiəsi komitələri də daxil olmaqla bir sıra dövlət qurumlarına qarşı da məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu qeyd edilib. Açıqlamaya əsasən, sanksiya tətbiq olunan şəxslərin Amerika Birləşmiş Ştatlarındakı aktivləri dondurulub və Amerika Birləşmiş Ştatları vətəndaşları ilə maliyyə əməliyyatları məhdudlaşdırılıb.